Buyurun. Doktor salam. Kömək edə bilərsiniz, uşaq heç cür imkan vermir, ondan qan götürək. Tamam. Doktor, nə olar, çox xahiş edirəm. El eləyək ki, uşaq psixoloji travma yaşamasında. Narahat olmayın. Hər şey nəzarətimiz altındadır. Heç bir psixoloji travma falan olmayacaq. Biz bilirik nə etmək lazım. Sadəcə olaraq bizi çöldə gözləyər, sizə zəhmət olmasın. Mənə demişsiniz parka gedəcəyəm, analiz verməyə gəldik. Mən istəmirəm. Mənə bax balaca, burada sənin qışqırmağına heç kim qulaq asmayacaq. Əgər özünü yaxşı aparsan, sakit dursan, qızlar da səni incitməyəcək. Düz deyirəm qızlar, hə?